Əvvəl məsələn durduq yerə deyirdilər ki, məsələn filankəsin süd bacısıdır. Durduq yerə çox dəxilsiz bir adam sənin bacın olur. Əlavə bir qohum istəmirəm də, nə olar? Və çox yaxın bildin. Çox əlaqəsiz bir adam sənin bacındır. Yəni şey ola bilər, Niyə belə təsəvvür elə. Çox adam mənə əmizdiribdi, deyir. Çox adamla süt var. Əxlaq əmizdirib. Qonşum, dədəmin bibisi qızı. Firuzə xala əmizdirib. Sonra o birisi qonşumun istəyir. Onda sən ona görə belə sağlamsan da. Əmizdirənlər tamda. Rəhmətli biri də əmizdirib da rəhmətə gedir. Beni sevənlər. Banago azad içsə eyni şeydən, onda Banago qardaşı olmuruq ki, hə. Bax bu arada Bəyazit çox qəşəng pomidor yumurta bişirir. Çox qəşəng bişirir və ondan sonra siz südlü nə pomidor yumurta sevəcəksiniz. Pomidor yumurta qardaşıdır. Ay sağ ol. Eyni tavadan pomidor yumurta yediyin adam pomidor yumurta qardaşıdır. Bu nədən? Eyni tavadan pomidor yumurta yeyənlər pomidor yumurta bacı qardaşıdır. Yaxşı, bir dənə də bir şey mən istəyə bilərəm acı. Özbəklər tökdü dedə. Bəlkə onu Qərənfil xala desin. Hə, assa. Qərənfil xala, onu belə yerə vur denən ki, özbəklər türkdür. Özbəklər türkdür. Antakloska.